Deməli, sifət səhv dərsinə aid bir neçə testlərə baxaq. Birinci sualda görürük ki, nöqtələrdən sonra zəm bağlayıcısı var. Zəm bağlayıcısı varsa bizə lazımdır ya more hissəciyi, ya da tək hecalıca er şəkilçisi. Baxırıq ki, variantı earliest üstünlük dərəcəsinədir. The earliest həmçinin üstünlük dərəcəsinə və qeyd etmək lazımdır ki, the earliest isə bu sifətin üstünlük dərəcəsidir. Yəni zərfin üstünlük dərəcəsinin qarşısına z işlənməz. More earlier heç vaxt more və er bir arada işlənməz. Çox hecalıdsa more işlənəcək, tək hecalıdsa er işlənəcək. C variantında much early görürük ki, much, daha sonra a little və yaxud da deyə bilərik a bit, slightly bunlar işlənəcək comparative, yəni müqayisə dərəcəsinin qarşısında. Early isə burada adi dərəcədədir. Əgər much early olsaydı, məsələn, düz götürə bilərdik. Ona görə cavabımız qalır yalnız A variantı. İkinci sualda Susan thinks even than her mother who is a famous opera star. Aha, baxırıq yəni nöqtədən sonra zəm var. Burada müqayisə dərəcəsindən söhbət gedir. İkinci halda isə biz Suzana yox, Suzanın oxumağına baxacağıq. Yəni onun oxumağının tərzindən söhbət gedir. Feildən söhbət getdiyi üçün biz burada sifət yox, zərf seçməliyik. Zərfin də şəkilçisi bilirik ki, ly şəkilçisidir. İndi axtarmalıyıq biz müqayisə dərəcəsində olan zərfi. B variantını atırıq, D variantını atırıq, Y variantını atırıq. Cavabımız qalır məsələn burada C variantı. A variantında more beautiful bu sifətdir. Yəni sifətin müqayisə dərəcəsidir. Bizə Stinks'ə görə lazım olacaq zərfin müqayisə dərəcəsi. Üçüncü sualda David speaks English of all the students in the class. Baxırıq ki, yenə söhbət ingilis dilindən yox, Davidin danışmağından, ingilisinin danışma tərzindən gedir. Ona görə yenə burada seçməliyik biz nəyi? Zərfi. Və nöqtələrdən sonraki of all hissəciyi bizə siqnal verir ki, biz superlativ, yəni üstünlük dərəcəsində seçməliyik zərfimizi. Üstünlük dərəcəsində zərfin qabağında dedik, Z artikl işlənməz. Ona görə variantını atırıq. B variantı sifətdir. D variantı adi dərəcədə olan sifətdir. C variantı more fluently. Doğru variantımız olacaq. Dördüncü suala baxırıq. Grandma doesn't hear as she used to. Yəni baxırıq as hissəciyi adi dərəcənin hissəciyidir, göstəricisidir və söhbət yenə burada nənənin eşitməyindən, yəni hear-dən söhbət gedir. Nənənin özündən yox. Burada baxırıq good, daha sonra bad, better, best hamısı sifətdir. Bizə lazımdır zərf. Well olacaq bizim cavabımız, hansı ki well, good sifətinin zərf formasıdır. Yəni yaxşı, yaxşı eşitmək, yaxşı görmək bu formada. Cavabımız olacaq D variantı. Beşinci sualda our teacher explains the lessons than yours. Yəni nöqtədən sonra baxırıq zəm bağlayıcısı varsa, deməli qaçmalıyıq müqayisə dərəcəsinə və söhbət nədən gedəcək. Burada yenə dediyim kimi, nöqtədən əvvəlki isimə baxmırıq və yaxud da mübtədaya baxmırıq. Söhbət burada gedəcək explain, yəni hərəkətdən, hərəkətin tərzindən, müəllimin dərsləri izah etmə tərzindən. Ona görə yenə axtaracağıq biz variantlarda ly, yəni zərfi və müqayisə dərəcəsində olmalı. Təbii ki, o da D variantında özünü göstərir. Altıncı suala baxırıq. Paula's exam was very and she passed it than me. Birinci tərəfdə bu tip suallarda ümumiyyətlə iki nöqtələrə də baxırıq. Ola bilər ikisində də sifət işlənsin və yaxud ikisində də zərf işlənsin. Ən geniş yayılan belə deyək, sual növlərindən biri də bir tərəfdə sifət, bir tərəfdə zərf olmasıdır bu tipli cümlələrdə. Məsələn, baxırıq. Birinci tərəfdə Paulanın imtahanından söhbət gedir və adi dərəcədədir. Deməli, birinci tərəfə adi dərəcədə olan sifət seçməliyik. İkinci tərəfdə isə gördüyümüz kimi heç bir isim yoxdur. Onun imtahanı keçməyindən söhbət gedir. Yəni və həmçinin burada zən olduğu üçün müqayisə dərəcəsində olan, demək ikinci tərəfə zərf axtarmalıyıq. Birinci tərəfə adi dərəcədə olan sifət, ikinci tərəfə isə müqayisə dərəcəsində olan zərf. Baxırıq variantlarda axtarırıq, harda var. Deməli, birinci tərəfə bizə lazımdır adi dərəcədə sifət. D variantında bu özünü göstərəcək və Y variantında özünü göstərəcək. Yəni hər iki tərəfdə izi var. İkinci tərəfdə isə müqayisə dərəcəsində olan zərf axtarmalıyıq. O da olacaq more easily, yəni Y variantı. Niyə də olmaz desək, yenə dedik ki, əgər matchın yanında more varsa və yaxud da er varsa, o zaman düz götürə bilərik. 7-ci sualda Tom is very and he drives than his brother. Yəni baxırıq birinci tərəfdə Tomdan söhbət gedir, eyni məntiqdə 6-cı sualda olduğu kimi və adi dərəcədə olan sifət seçməliyik. İkinci tərəfdə isə onun maşını sürmə tərzindən söhbət gedir, yəni zərf axtarmalıyıq və müqayisə dərəcəsində olan zərf olmalıdır. Birinci tərəf adi dərəcədə olan sifət, ikinci tərəf müqayisə dərəcəsində olan zərf A variantında özünü göstərir. 8-ci sualda the soup tastes. Qeyd etmək lazımdır ki, ilk növbədə taste, smell, daha sonra sound, daha sonra var məsələn to be, to become.
Bu kimi feillər, yəni feil olmasına baxmayaraq burada hərəkət olmadığı üçün zərflə yox, sifətlə işlənəcək. Təbii ki, burada müəyyən istisnalı məqamlar var. İndi onları da nəzərinizə çatdıracağam. Supun, şorbanın dadmağından söhbət gedirsə, burada zərf ola bilməz. Məsələn, deyirəm, sup duzlu dadır, sup qəşəng dadır, yaxşı dadır deyirəmsə, yəni burada hərəkət yoxdur axı. Nə olsun ki, dadmaq feildir. Ona görə biz burada zərfləri yox, sifətləri seçməliyik. Cavabımız olacaq 1 və 4. Məsələn, desəm ki, mən şorbanı diqqətlə daddım. Yazaq bura. I tasted the soup carefully. Aha. Burada artıq zərf verə bildim. Niyə? Çünki burada artıq mənim hərəkətimdən söhbət gedir. Mənim supu dadmağımdan söhbət gedir. O zaman mən zərf verə bilərəm. Yox, əgər deyirəmsə sup yaxşı dadır və yaxud da kofe dadlıdır və s. bu kimi cümlələrdə taste-dən söhbət gedərsə, biz orada zərf yox, sifət verməliyik. Eynən 9-cu sualda 8-ci ilə eynidir. Kofenin dadmağından söhbət gedir. Burada atacağıq yenə biz zərfləri. Cavabımız qalacaq sifətlər 1 və 3. 10-cu sualda da onun kimidir. Deməli, pendirin qoxmağından söhbət gedir. Yenə biz burada zərf vermirik, sifət veririk. 1 və 4. Məsələn, mən desəm ki, mən pendiri qoxladım diqqətlə və yaxud hər hansı bir tərzdə. I smelled carefully. Məsələn, burada olar. Çünki məndə hərəkət var artıq. Hərəkətin tərzini göstərməliyəm. Burada isə hərəkət yoxdur. Baxmayaraq ki, smell burada feildir, hərəkət olmadığı üçün biz burada zərfləri yox, seçəcəyik sifətləri. 11-ci sualda Andrew was enough to protect his friends from any bully at school. Birinci tərəfdə yenə Andrew'dan söhbət getdiyi üçün, yəni isimdən, şəxsdən söhbət getdiyi üçün sifət axtarmalıyıq birinci tərəfdə. İkinci tərəfdə isə onun qoruma tərzindən söhbət getdiyi üçün zərf axtaracağıq. Deməli, birinci tərəfə olacaq sifət, ikinci tərəfə olacaq zərf, yəni A variantına baxırıq. Daha sonra 12-ci sualda Kate is very, yenə 11-lə eyni qaydadadır bu. Kate is very, Kate-dən söhbət gedir, isimdən söhbət gedirsə, ismin əlamətini, keyfiyyətini göstərirsə, burada deməli biz axtaracağıq nəyi? Sifəti. İkinci tərəfdə isə she looks through, onun nəzərdən keçirməsinə, baxış etməsinə, qaydalara. Ona görə zərf verməliyik. Birinci tərəfdə deməli adi dərəcədə olan sifət, ikinci tərəfdə isə sadəcə adi dərəcədə olan zərf verməliyik. Burada da olacaq B variantı. 14-cü suala baxırıq. Eagles fly very, adi dərəcədə olan və fly-dan, uçmaqdan söhbət getdiyi üçün zərf verməliyik burada. Deməli, adi dərəcədə B variantını atırıq, müqayisə dərəcəsində olduğu üçün Y variantını atırıq, C variantını atırıq, qalır high və highly. Bir kiçik nüansı qeyd etmək lazımdır ki, high-in mənası yüksək hündür olduğu halda, highly-nin mənası yüksək səviyyədə deməkdir. Yəni, yüksək dərəcədə, yüksək səviyyədə. Yəni, niyə deyək ki, qartallar yüksək səviyyədə uçurlar? Yüksəkdən uçurlar, hündürdən uçurlar. Yəni, A variantını ona görə seçirik. D variantı çünki mənanı artıq dəyişir. Yəni, kontekstə uyğun gəlmir mənası. Məsələn, 15-də baxırıq. They don't seem to value honesty very. İndi o dediyimiz bu highly məsələsi. Eynən aid olacaq, deməli, bax bu cümləyə. Deyir ki, onlar vicdanı, dürüstlüyü yüksək qiymətləndirən insanlar kimi görünmürlər. Yəni, burada söhbət simdən getmir. Baxmayaraq ki, bu sim də həmin bu qrupa aiddir. Məsələn, become, taste, look, smell, bu tip olan feillərə aiddir. Yəni, sifətlə işlənir. Burada biz simə baxmayacaq, onların qiymətləndirməsinə baxacaq. Yəni, biraz da yaxşı olar ki, burada tərcüməyə fikir verəsiniz, çaşmamaq üçün və adi dərəcədə olan zərf axtarmalıyıqsa, C variantını atırıq, Y-ni atırıq, B-ni atırıq, yenə qalır high və highly. Artıq burada dediyimiz kimi highly-ni seçə bilərik. Çünki onların vicdanı yüksək qiymətləndirməsindən, yüksək dərəcədə qiymətləndirməsindən söhbət gedir. Yüksəkdən qiymətləndirilməsi yox. Ona görə D variantı olacaq. 16 da yenə 15-ə uyğun olan bir sualdır. The teachers think very of her students. Müəllimlər deyir şagirdləri haqqında çox yüksək səviyyədə düşünürlər. Yəni burada da zərf olduğu üçün təbii ki, highly-ni seçirik. High versək yenə mənaya uyğun gəlməyəcək. Yüksək, hündürdən düşünürlər, yüksəkdən düşünürlər, mənaya uyğun deyil. Highly yüksək dərəcədə, yüksək səviyyədə düşünürlər deyəcəyik. Daha sonra 17-ci sualda she is a learner. Deməli, learner nədir? İsim, öyrənən, yəni şagird deməkdir. İsim olduğu üçün biz birinci tərəfdə axtarmalıyıq sifəti. İkinci tərəfdə isə onun öyrənməyindən, öyrənmə tərzindən söhbət getdiyi üçün artıq ikinci tərəfdə zərf verəcəyik. Adi dərəcədə olan zərf. Birinci tərəfə olacaq deməli quick, ikinci tərəfə isə olacaq deməli quickly. Variantımız doğrudur. 18-ci sualda I know them quite. Mən onları olduqca necə tanıyıram? Quite adi dərəcənin göstəricisidir. No da feil olduğu üçün burada deməli axtarmalıq yenə adi dərəcədə olan zərfi. Well, yenə yadımıza salaq ki, well, qudun zərf formasıdır.
19-cu sualda she is person I have ever known. Aha, I have ever known. Demişdik have ever. Daha sonra has ever, had ever birləşmələri gördükdə və yaxud da in, on, at, among bu kimi söz önləri görəndə of all ola bilər, one of ola bilər. Bu tip sözləri görəndə üstünlük dərəcəsinə qaçırıq və nöqtədən sonra gələn sözdə isim olduğu üçün deməli sifətin üstünlük dərəcəsini axtaracağıq. Zərfim yox. O da olacaq the most polite. A variantı doğrudur. 20-ci sualda the music was beautiful. Olar, yəni söhbət musiqidən gedir, sifətlə işlədərik, biri birdir. The weather was terrible. Yenə havadan söhbət gedirsə mən burada niyə ly zərf verim? Sifət olmalıydı ki, yanlışdır. Üçüncüdə this coffee smells bitterly. Yenə bayaq dediyimiz qaydayaqdır. Smells burada ly ilə işlənməz. Kofenin qoxmağından söhbət gedirsə sifət olmalıdır. 3-də səhvdir. This medicine tastes well. Yenə eyni üçüncüdə olduğu kimidir. Burada well yox, good olmalıydı. Yəni sifətlə işləməlidir, zərflə yox. 5-də she was looking sad at the party. Yəni o görünürdü. Necə görünürdü? Eynən burada qeyd etdiyimiz feillərə aiddir bu da. Onun görünməyindən söhbət gelirsə bu sifətlə işlənməlidir. Zərflə yox. Ona görə sifətlə işlənib doğrudur. Cavabımız olacaq 1 və 5.